İlk növbədə kilolog olduğum üçün və istəyərdim ki, mənim üçün də bir hansı normativləri versin. Və onun üçün bağlı iki seçmesi üçün biz yetişdiricilərə müraciət etdik ki, bunların hansı itdə işləyən itlərdir. Yəni hal-hazırda satışda olan itlər çoxdur, amma məlum olmalı işləyən itlər hansıdır. Və biz o itləri tapdığımız halda anası da atası da işləyibsə, adasa öz faizimizlə demişik ki, artıq bunun da genetik olaraq balastı işləyəcək. Və nəticədə götürdüyü o iti artıq il yarım bizdədir. Çalışır ki, normativləri verir, yəni yaşına görə. Ondan sonra artıq növbəti mərhələləri ICP1, ICP2, ICP3 hazırlaşıb onları normativləri verir. Dünya standartlarına uyğun it normativləri verməlidir. Birkaç dildən bir normativ var. Birinci itaətdir. Yəni bizim genetik o itaət tam verilməlidir. İtaət veriləndən sonra ICP1, ICP2, ICP3 onun qaydalı olaraq növbə və hansısa vaxtdan onlar verilməlidir. Təbii ki, itləri tam olaraq buna hazır olsun. ICP1-də məsəl üçün iz 200 metrdirsə, itaətdir, hansı bağlanmalıdır və mühafizə də axırıncı olaraq onu işlənməlidir. O da ki, yəni qaçış sayından və vaxt sayından normativlər azalır. Və sonra böyüdükcə, yəni ICP2-də izdə misin 400 isə ICP3-də 600 metr olur. Yəni bunlar hamısı ümumi olaraq normativlər asılıdır. İt sahibləri bizə yaxınlaşdığı halda ki, biz itlə hansısa problemlər çıxır və çalışır ki, bizimlə həll eləsin. Amma əfsuslar olsun ki, belə hallar az yaxsınıza gəlir. Hamısı açır interneti və internetdə hansısa filmlərə baxa-baxa çalışmaq istəyir özləri həll eləsin bu məsələləri. Və həm elə bilmədiyi halda iti körlüyürlər. Onun üçün də itin öncəsindən hansısa problem olduğu halda o halda bizə müraciət edirlər və düzgün də seçim edirlər. Və bu günlər itin məsəl üçün deyiblər, hıçqırır. Bax, bunun üçün iti aparıb həkimə aparmağın, hansı narahatçılığa olmağından heç bir əsas göstərilmir. İt hıçqırması artıq itin mədəni bölməsidir. Bunu artıq kinologlar tam olan məlumat verir. Həkimə getməyə öz yetdir. Çünki həkim qeydiyyatından keçilməlidir. 2 ayında, 3 ayında bu peyvəndlər qurulmalıdır. Bu tam başqa. Amma itin özünü düzgün rəftar eləməməsi, düzgün aparılmaması və çalışıb özün həll eləməyə çalışdığına qədər həll edəsən və nəticədə artıq sizin itiniz tam olaraq körlanmış vəziyyətdə olur. Sonra müraciət edib daha sizi tam olaraq yaxşı kömək edir. Məsələ bundan ibarətdir ki, bu bizim ən yaralı yerimizdir. Sahiblər öz başına olaraq iti sahiblərinlə gedirlər ya alırlar, ondan sonra başlar təlim keçməyə və nəticədə it körlanır. Onun üçün öncədən məlumat üçün deyirəm ki, it almadan öncə sən artıq müraciət etməlisən kinoloqa. Kinoloq sənə təyin etməlidir. Hansı it səni götürə bilərsən, hansı itlə qala bilərsiniz. Kötədən götürür, alır da bir mahiyyəti demək istəyəm ki, məyitim sakit yanında diyansın. Və ya ki, uşaqlar ilə ratifiyə götürürlər. Və ya ki, iti alırlar, uşaqda allergiya çıxır. Sən bu kinoloqda məsləhət almasan, sən nəticədə heç nə əldə eləmirsən. Əksinə olaraq iti körlə edirsən. Və ya da mühafizə məsələsində, istəyirsə ki, mən mühafizə qalım, gedirsiniz, o vit alırsınız, sonra da məndən mühafizə istəyirsin, təhlükəcək ki, bu itini niyə mühafizə edəm? Yəni belə bir xırda ağaca
nüanslar olmasın, böyük nüanslar olmasın deyə siz öncədən xırda məsələ gəlib kino klubuna məsləhətləşirsiniz və o sizə hansı iti tövsiyə edirsə, sizin o təbii xoşunuza gəlmə şərti ilə. Ondan sonra siz iti əldə edirsiniz və kino klubunun bir yerdə onun təlimləri başlayırsınız. Deməli, itə qulluq ümumiyyətlə bunun üçün xüsusi xidmətlər var. Buna grooming xidmətdirlər. İtlərin çimizdirilməsidir, qırxılmasıdır. Qırxılmağa aid olan itlər qırxılır, qırxılmaya aid olmayanlar onlar daranılır, çimizdirilir. Yəni ümumiyyətlə itlərin hər gezintidə daranması məsləhətdir. Və 2 aydan bir çimməsi. Amma elə itlər var ki, ehtiyacdır 21 gündən bir onlar gəlməlidirlər bərbərə. Məsəl üçün balaca itlərdir, hansı küpləri yumuşaq, bir-birlərinə dolaşmasın deyə onlar 21 gündən bir ayda bir dəfə çimməlidir. Amma böyük itlər 2 aydan bir. Bir itin təlimi təxminən hardasa 3 ay itaət təlimi. Normal itlər söhbəti. Yəni sənin itin psixoloji problemi yoxdursa, qorxmursa, eləmirsə 3 ay onun itaət təlimi və sonra davamlı olaraq biz müştəriyə verdiyimiz halda, iti sahibinə verdiyi halda onlar təkrarlayır. Amma ikinci kurs olaraq mühafizə artıq onlayndan siz onu başlaya bilərsiniz. 10 ya 1 yaşında itin tam hazır özünün ürəkliyi hesab edilən və ona can da o mühafizə üçün oyunlar tərtib olmalıdır ki, it paduska ilə, hansı əski ilə, dartıla ki, baxsın, oldu ki, adının işləməyi bacarması üçün hansı testləri keçməlidir, hansı ki, oyunlardan keçməlidir. İtlər mənim həyatımda mühüm rol oynayır. Yəni biz oyuna nəfəs alırıq. Özümüzü onsuz təsəvvür eləyə bilmirik. İtlərlə, ən xüsusi itlər nəticə verəndir. Onlarla işləyərək istirahət edirik. Onlar xəstələnəndə biz xəstələndik. Onlar gümrah olanda biz də gümrah oluruq. Onun üçün də demək olar ki, həyatımız onunla bağlıdır.